Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai vel mursalin. Seyyidina ve nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Rabbi şrah li sadri ve yessir li emri. Vahlul uqdeten min lisani. Yefqahu qavli. Değerli Müslüman bacı kardeşlerim, her birinizi uca Allah'ın Esselam olan adıyla salamlayıram. Ve Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu deyirəm. Ve bugün danışmak istediğim mevzu ciddi bir mevzudur, mühim bir mevzudur ve her bir Müslümanı derinden düşündüren bir mevzudur. Belə ki, uzun illərdir namaz qılmasına rəğmən, uzun illərdir ibadət etməsinə rəğmən, hələ də aramızda Quran-ı Kərimi, Allah Subhanahu ve Teala'nın göndərdiyi kitabı, Allah'ın kəlamını üzündən oxuya bilməyən Müslüman bacı qardaşlarımız var. Ey Müslüman qardaşım, ey Müslüman bacım, illərlə namaz qılıb, ibadət edib, Ramazanlar yaşayıb, amma hələ də Allah'ın kitabını üzündən oxuya bilməmək insanı ciddi şəkildə düşündürməlidir. Sən dünya işləri üçün aylarla, illərlə zəhmət çəkirsən, dil öyrənirsən, telefon işlətməyi öyrənirsən, maşın sürməyi öyrənirsən, pul qazanmaq üçün gecə-gündüz çalışırsan, bəs səni yaradan Rəbbinin kitabını oxumağa neçə gün ayırmısan, neçə saat ayırmısan? Axı, uca Allah Quran-ı Kərimi asant etdiyini özü öz mübarək kitabında buyurub ki, وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرِ. And olsun ki, biz bu Qur'anı öyüd nəsihət almaq üçün asanlaşdırdıq. Elə isə düşünən varmı? Əgər insan illərlə Quran oxumağı öyrənməyibsə, çox zaman problem bacarıqsızlıqda deyil, problem məhz səhlənkarlıqda, təxirə salmaqda və Quranın haqqını lazımınca dərk etməməkdədir. Müslüman qardaşım, düşün, telefon istifadə etməyi öyrəndin, sosial şəbəkələri öyrəndin, saatlarla video izləməyi öyrəndin, amma əlif, bə, tə, sə və əlifbanın digər hərflərini öyrənməyə vaxt tapmadın. Bu insanı utandırmalıdır, bu insanı düşündürməlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərinin birində belə buyurub, xayrakum mən təalləməl Qur'an və əlləməhu. Sizin ən xeyirliniz Quranı öyrənən və onu öyrədəndir. Qardaşlarım, diqqət edin, Allah Rəsulu insanların ən xeyirlisi, sizin ən xeyirliniz Allah'ın kitabını öyrənən və onu öyrədəninizdir buyurdu. Bir mümin necə razı ola bilər ki, ömrü keçsin, saçına ağ düşsün, amma hələ də Rəbbinin kitabını oxuya bilməsin. Uca Allah buyurur, وَقَالَ الرَّسُولُ يَا رَبِّ إِنَّ قَوْمِ اتَّخَذُوا هَذَا الْقُرْآنَ مَهْجُورًا. Peyğəmbər dedi, yəni Uca Allah, Allah Rəsulunun dili ilə xitab edir, buyurur, ey Rəbbim, həqiqətən qövmüm bu Qur'anı tərk edilmiş halda qoydu. Alimlər deyirlər ki, Quran-ı Kərimi tərk etməyin növlərindən biri də məhz onu oxumamağa, öyrənməməyə, onunla məşğul olmamağa laqeyd yanaşmaqdır, laqeyd qalmaqdır. Bəzi insanlar bu kimi bəhanələr gətirir. Yaşım keçib, çətindir, vaxtım yoxdur, hələ qarşıda vaxt var. Lakin bütün bu bahanələr, bütün bunların hamısı çox vaxt, çox zaman şeytanın aldatması və şeytanın vəsvəsələridir. Neçə yaşlı insanlar qocaldıqda Quranı oxumağı öyrəniblər. Neçə insanlar sıfırdan başlayıb Quranı üzündən oxuyurlar. Uca Allah heç kəsə gücündən artıq yük yükləmir. La yukellifullahu nəfsən illə vus'aha. Ən təhlükəli şey də məhz budur. İnsan Quran oxuya bilmədiyi halda buna görə qəlbində narahatlıq belə hiss etmir. Bu, qəlbin sərtləşməsindən qorxulacaq bir haldır.
Bu insanın qəlbinin qəflətə düşməsindən xəbər verir. Allah qorusun. Çünki mümin Allahın kitabına qarşı həssas olmalıdır. Abdullah ibn Məs'ud radiyallahu anhu belə deyirdi: İnnə hədəl Qur'anə nəzələ liyu'mələ bihi fəttəxədû tilavətəhu amələ. Quran nazil oldu ki, onunla əməl edinsin. Siz isə onun oxunmasını əməl etdiniz. Ey qardaşım, heç olmasa bugündən başla. Gündə 10 dəqiqə, 5 dəqiqə, bir səhifə, bir neçə hərf belə olsa öyrən. Bunun üzərində davam et. Çünki Allah Rəsulü buyurub ki, Əhəbbul ə'məli ilallah ədvamuhə və inqal. Allaha ən xeyirli olan əməl az da olsa davamlı olandır. Yəni Allah yanında ən sevimli əməl davamlı olan əməldir. Bugün əlif ilə başlayan insan Allahın izni ilə sabah Quran oxuyanlardan olar, sabah qarilərdən olar. Amma davamlı təxirə salan insanın ömrü keçər, peşmançılığı qalar. Quran sənin Rəbbinin kəlamıdır. Onu oxumağı öyrənmək sadəcə bir seçim deyil. Bu mümin üçün böyük bir şərəf və məsuliyyətdir. Və uca Allahdan istəyirəm ki, onun kitabını layiqi şəkildə öyrənib, oxuyub, gözəl şəkildə tilavət edən qullarından eləsin və Qurani Kərimi qəlbimizin baharı etsin. Bu qədər dəyərli qardaşlarım, Allah Subhanahu və Teala bizləri eşidib faydalanan qullarından eləsin. Subhanəkə Allahumma və bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və ətubu iləyh.